Sizinlə bugün say mövzusunun izahını verəcəyik. Nədir say? Say əşyanın miqdarını, sırasını bildirən əsas nitq hissəsidir. Neçə, nə qədər, neçənci suallarına cavab verir. Və sayın quruluşu 3 növü var. Sadə sayılar, düzəltmə sayılar, mürəkkəb sayılar. Sadə sayılar məsələn deyirəm 5, 10, az, xeyli. Düzəltmə sayılar isə bildiyimiz kimi leksik şəkilçilərin köməyi ilə düzəlir. Və yadımızda saxlamalıyıq ki, düzəltmə sayılar yalnız saydan düzəlir. İstisna. Əvvəlinci, axırıncı, sonuncu, filanıncı. Niyə istisnadır bu 4 söz? Çünki əvvəlinci, axırıncı, sonuncu sayıları zərfdən, filanıncı sayı isə əvəzlikdən düzəlib. Mürəkkəb sayılar. Mürəkkəb sayılar heç bir halda bitişik yazılmır. Ya ayrı yazılacaq, ya da defislə yazılacaq. Defislə yazılan mürəkkəb sayılar əsl mürəkkəb sayılar, məsələn deyirəm 3-4. Ayrı yazılan mürəkkəb sayılar isə tərkib mürəkkəb sayılar adlanır. Məsələn deyirəm 15. Eyni sözün təkrarla yazılan sözlər say deyil, zərfdir. Məsələn 5, 5, 1, 1. Və yadımızda saxlamalıyıq ki, sayıların əksəriyyəti millidir. İstisna. 0, 80, milyon, milyar, trilyon alınma sayılardır. Sayın mənaca növləri. Sayın mənaca 2 növü var. Miqdar sayıları və sıra sayıları. Miqdar sayıları da öz növbəsində 3 yerə bölünür. Müəyyən miqdar sayıları, qeyri-müəyyən miqdar sayıları və kəsir sayıları. Gəlin ilk öncə müəyyən miqdar sayıları haqqında danışaq. Müəyyən miqdar sayıları əşyanın dəqiq miqdarını bildirir. Sualı neçə, nə qədər və dilimizdə 23 sadə müəyyən miqdar sayı var. Yaxşı, görək müəyyən miqdar sayından sonra gələn isim təkdə olmalıdır, ya cəmdə olmalıdır? Mütləq müəyyən miqdar sayından sonra gələn isim təkdə olmalıdır. Məsələn, deməliyik ki, 5 kitab. İstisna 90 illər, 100 illər qaydanı pozur. Qeyri-müəyyən miqdar sayıları əşyanın sayını dəqiq ifadə etmir. Sualı nə qədərdir? Quruluşca sadə, düzəltmə, mürəkkəb olur. Məsələn, xeyli qeyri-müəyyən miqdar sayı desəm sadə, çoxlu desəm düzəltmə, mürəkkəb desəm 3-4. Görək müəyyən miqdar sayılarından sonra gələn isimlər dedik təkdə olur. Bəs qeyri-müəyyən miqdar sayılarından sonra gələn isim necə olmalıdır? Əgər bir sıra, bir çox qeyri-müəyyən miqdar sayından sonra isim gəlirsə, cəmdə olmalıdır. Bir sıra kitablar. Bir az, bir qədər, az, xeyli qeyri-müəyyən miqdar sayından sonra isim gəlirsə, təkdə olmalıdır. Biraz meyvə. Çox, onlarla, yüzlərlə, yüzlərcə qeyri-müəyyən miqdar sayından sonra isim gələrsə, təkdə də ola bilər, cəmdə də ola bilər. Yəni, çox adam da deyə bilərsiniz, çox adamlar da deyə bilərsiniz. Biz bilirik ki, sayıları sözlə və rəqəmlə yazmaq olar. Lakin bütün qeyri-müəyyən miqdar sayılarını rəqəmlə yazmaq olmur. Niyə? Xeyli, çoxlu, az, çox rəqəmlə yazmaq qeyri-mümkündür. Kəsir sayıları. Kəsir sayıları hissəni və tamı bildirir. Quruluşca yalnız mürəkkəb olur. Kəsir sayılarında hal şəkilçisindən istifadə edilir. Məsələn, sizə deyirəm 5-də 3. Burada da yerlik hal şəkilçisidir. Sualları nə qədər, bəzən neçə hissə. Sıra sayıları. Sıra sayıları yalnız düzəltmə və mürəkkəb olur. 4 variantlı ıncı şəkilçisinin köməyi ilə düzəlir. Neçənci sualına cavab verir, bəzən sifətin sualına da, sifətin hansı sualına da cavab verə bilər. Cümlədə daha çox təyin olur, isimləşə bilər, özündən sonra gələn isim tək və cəm ola bilər, yəni 7-ci sinifdə deyə bilərsiniz, 7-ci siniflər də deyə bilərsiniz və yadımızda saxlamalıyıq. Sıra sayıları numerativ sözlərlə işlənmir. İndi isə say haqqında olan xüsusi qeydlərə baxaq. Əsl mürəkkəb sayılar defislə yazılır. Say isimləşə bilir. Say cümlədə mübtəda, tamamlıq, təyin, zərflik, xəbər olur. Amma ən çox cümlə üzvü kimi təyin olur. Say isimləşdikdə mübtəda, tamamlıq olur. Say xəbər olmaq üçün isimləşə də bilər, isimləşməyə də bilər. Sayla zərfin ortaq sualları var. Fərqləndirmək üçün nə edə bilərik? Çox asan. Zərf hərəkətə aid olur, say əşyaya aid olur. Məsələn, deyirəm xeyli danışmaq. Danışmaq, nə etmək? Deməli, söz hərəkətə aiddir, zərf. Xeyli adam, adam isimdir. Xeyli sözü ismə aid olduğu üçün say.
Azacıq sözü saydır. Birlik, ikilik, üçlük bu sözlər say deyil. Ümumiyyətlə yadımızda saxlamalıyıq. 4 variantlı lıq şəkil isə heç bir halda say düzəltmir. Sıra sayılarını sözlə, ərəb rəqəmi ilə, rum rəqəmi ilə yazmaq olar. Gəlin indi isə numerativ sözlər haqqında danışaq. Numerativ sözlər müəyyən miqdar sayı ilə isim arasında gəlir. Məsələn, deyirəm 5 polis ya da deyirəm 5 nəfər polis. Burada nəfər numerativ sözdür. Numerativ sözlər qeyri-müəyyən miqdar sayı ilə isim arasında da gələ bilər. Amma bir şərtlə, mütləq və mütləq qeyri-müəyyən miqdar sayı defislə yazılmalıdır. Necə? 3-4 nəfər adam. 3-4 adam da deyə bilərəm, 3-4 nəfər adam da deyə bilərəm. Burada nəfər numerativ sözdür. Niyə işlədə bildim qeyri-müəyyən miqdar sayı ilə isim arasında numerativ sözü? Çünki 3-4 qeyri-müəyyən miqdar sayı defislə yazıldı. Numerativ sözlərin bəziləri əsas nitq hissəsi ilə eynilik təşkil edir. Necə? Məsələn, stakan sözünü götürək. Deyirəm ki, stakan sındı. Sındı nə? Stakan. Burada isimdir. Amma sizə desəm, bir stakan su, artıq burada stakan olur numerativ söz. Və yadınızda saxlayın, numerativ sözlər iki qrupa bölünür. Kəmiyyət fərqi yaradan numerativ sözlər, bir də var kəmiyyət fərqi yaratmayan numerativ sözlər. Nədir bunların fərqi? Kəmiyyət fərqi yaradan numerativ sözlər sayı dəyişir. Amma kəmiyyət fərqi yaratmayan numerativ sözlər sayı dəyişmir. Məsələn, mən sizə deyirəm bir gül. Burada bir güldən söhbət gedir say olaraq. Amma sizə desəm bir buket gül, artıq buket numerativ sözünü işlətdim deyə 5 güldən də söhbət gedə bilər. Məsələn, sizə deyirəm ki, 10 adam ya da deyirəm 10 nəfər adam. Burada say dəyişmir, 10 olaraq da qalır. Deməli, bu kəmiyyət fərqi yaratmayan numerativ sözdür. Cüt və dəst sözləri. Cüt və dəst sözləri qoşalıq məzmunu bildirdiyi üçün kəmiyyət fərqi yaradan numerativ sözlərə daxildir. Bir və bircə sözləri. Bir və bircə sözləri həm say, həm də ədat ola bilər. Necə fərqləndirək? Çox asan. Əgər cümlə daxilində bir və bircə sözlərini iki və ikicə sözləri ilə əvəz edə biliriksə, məna pozulmursa, deməli saydır. Əvəz edə bilmiriksə, məna pozulursa, deməli ədatdır. Necə? Məsələn, sizə deyirəm ki, bircə kitab aldım. Təbii ki, ikicə ilə əvəz edə bilərəm. İkicə kitab aldım. Heç bir məna pozulmadı. Deməli saydır. Ya da deyirəm ki, bircə imtahanı versəydim, deyə bilərəm, ikicə imtahanı versəydim. Xeyr, təbii ki. Deməli, burada ədatdır. Və qeyd olaraq nə yadınızda saxlamalıyıq? Bircə sözü ikicə sözü ilə əvəz olunursa, yəni say qismində çıxış edirsə, onda bir əda, üzr istəyirəm, bir say, C isə ədat olacaq. Yox, əgər əvəz edə bilmirəmsə ikicə sözü ilə cümlə daxilində, bircə sözü özü bütöv ədat olacaq. Dilimizdə birincisi, ikincisi, üçüncü tipli sözlər modal sözlər kimi də iştirak edir. Bu zaman həmin sözlər cümlə daxilində fikrə münasibət bildirəcək və özündən sonra vergüldən istifadə olunacaq. Məsələn, deyirəm ki, birinci sıra daha yaxşı hazırlaşıb. Hazırlaşıb nə sıra? Hansı sıra? Birinci sıra. Burada saydı. Amma sizə desəm ki, birincisi sənin dediklərin həqiqət deyil. Həm biz görürük ki, cümlənin mənasından birincisi fikrə münasibət bildirib. Bundan əlavə olaraq da birincisindən sonra vergüldən istifadə olunub. Deməli, burada modal söz qismində çıxış edib.